məktəbə göndərmək, bir yerdə oturub dərs eləmək və ona görə də siz səmimi qəlbdən təbrik edirəm ki, üçüncü sinifdə başa vurduk. Günlər də ailədirlər, tez keçin, bir də görəcəksiniz ki, bunlar son zəngə yox, artıq bunların son zəngə hazırlaşır. Allah hamla can sağlığı versin. Uşaqları sizə sağ-salamat təhvil verirəm. İnşallah sentyabrın 13-də sağ-salamat təhvil alacaq. Tətil tapşırıqları Əsas məsələ. atacağım qrupa, amma verdiyim o ev tapşırığından qalıb. Burada bir şey efendim bir şey ne dedim. 4-cü sinif ağır olacaq. Həqiqətən də qarşımızda bir-birinə böyük dağ var. Dağın yarısını çıxmışıq, yarısını qalıb da zirvənin. Çoxusunu çıxmışıq, azı qalır. Bu vaxta qədər biz gəlməmişik. Özünüzdən müğayət olun birinci növbədə. Özünüzdən müğayət olun ki, uşaqlardan da müğayət ola biləsiniz. Və yenə də bu mərhələni keçdiyimizə görə hamına can sağlığı təşəkkürlər edirəm və valideyn təşəkkür sertifikatı hazırlamışam sizə də. Onun mən ürək sözlərini də evdə oxuyarsınız. Mən sizi çox sevirəm. İnşallah sentyabrın 15-i görüşərik. Müəllimə o tapşırıq videosunda olar o efendim bir şey dedi biz ne eləyək? Gəlsin. Hem romantik falan. Hadi tam aymak ettim. Yavaş yavaş. Yavaş yavaş. Ay ben toplamıyorum. Gel.